Akşamınız xeyir olsun əziz tamaşaçılar. Lider Televiziyasının efirində Favorit Production'un təqdimatında ilin milli səsini seçirik. Və ötən həftə səs vermə oldu 9 iştirakçımız iştirak elədi və onlardan ən az səs toplayanlar bu günlərin bu milli səsin meydanında mübarizə aparacaqlar və onlardan məğlub olanı layihəmizi tərk edəcəkdir. Qalib olanı isə milli səs uğrunda mübarizəni davam etdirəcəkdir. Belə ki, alqışlarınızla bu günlərim Gülarə Əvəzxan qızım və Eltac İbrahimov mübarizə aparırlar milli səs uğrunda. Gülarə Əvəzxan qızının SMS nömrələri 1 səs üçün 93 227-yə, 50 səs üçün 93 102-yə, 100 səs üçün 93 106-ya boş SMS göndərməyiniz kifayətdir. Eltac İbrahimov üçün 1 səs 93 228, 50 səs 93 103, 100 səs 93 107. Boş SMS göndərməkləriniz kifayət edir. İndi isə alqışlarınızla dəyərli münsiflər heyətini salamlayaq, onları təqdim edək. Əməkdar İncəsənət Xadimi Aşıqlar və Bəstəkarlar Birliyinin üzvü sevimli bəstəkarımız Tahir Əkbər. Sevimli aşığımız, ustad aşığımız Aşıq Vüqar Mahmudoğlu. Digər münsiflərimiz üzürlü səbəblərdən iştirak edə bilmirlər. Könül xanım Kərimova, Vüqar Əhməd, Aşıq Altay ola bilsin, veriliş ərzində bizə qoşula bilər və Vüqar Əbdülov bugün üzürlü səbəblərdən bizlə deyil, amma əvəzində bu günlərin fəxri qonağımız var. El xanəndəsi Əvəzxan Xankişiyev. Xoş gəlmişsiniz. Mən iştirakçılara söz verməmişdən öncə ağsaqqallara söz verirəm. Buyurun Tərmənim, məclisimizi siz açın. Axşamınız xeyir olsun. Mən hamını salamlayıram. Və demək istəyirəm ki, keçən həftə doğrudan da çox maraqlı bir həftə oldu. Çünki bayram abu-havası var idi. Gözəl çıxışlar oldu. Yəni, maraqlı sürprizlər oldu, mən deyərdim. Və əlbəttə ki, mən istəyərdim ki, bax, bundan sonra da o abu-hava davam edəsin. Və onu demək istəyirəm ki, əlbəttə ki, bu müsabiqə öz axarı ilə deməli davam edir və bir günləri yəni biz yeni bir formatda mahnılar eşidəcəyik. Sözsüz ki, uşaqlar çalışır, müəyyən yəni ifhalarında öz xallarını, öz nəfəslərini gətirirlər. Hətta o aranjmanlarda da özün bir rıza verdirir, amma bu kifayət deyir. Mən yəni məsləhət görərdim ki, bizim böyük möhtəşəm bəstəkarlar yəni ki var, məktəbi var, Üzeyir bəy başda olmaqla və sözsüz ki, olan hamısı aşıq musiqisinə müraciət edibdir və əsərlər yaradıblar. Və bax, Hacı Xan Məmmədovun şəxsən bilirsiniz ki, Aşıq Ələsgərin sözlərinə silsilə mahnıları var, Aşıq üslubunda yazılan. Və siz bax o yəni mahnılara da müraciət edir. Ümumiyyətlə bizim bəstəkarların çox aşıq üslubunda mahnıları var. Əlbəttə ki, bu aşıq formatı olmaq şərti ilə. Və yəni bilirsiniz, o biraz da zənginləşər bizim müsabiqə. Və bir incə bir mətləbə də toxunmaq istəyirəm uşaqlar. Deməli, siz bilirsiniz ki, bu saat möhtəşəm bir müsabiqə gedir, muğam müsabiqəsi. Əlbəttə, çox gözəl, bizim bu milli, zəngin bir xəzinəmizdir muğam. Amma orada bir artıq yekunlaşır, siz bilirsiniz də. Və orada bir münsif, yəni qayıdıb, nə deyirsə yaxşı, deyir ki, bəli, bu qutarır, artıq yekunlaşır. Görürsən, tamaşaçılarımız nəyə baxacaq bundan sonra? Mən istəyirəm o həmkarıma, deyim ki, narahat olmasın. Çünki bizim digər milli sərvətimiz olan aşıq müsabiqəmiz var. Və mən inanıram ki, artıq bu müsabiqəmizə kifayət qədər adamlar baxır. Amma o, deməli, qutaranda onların da müsabiqəsi, onlar da və bütün Azərbaycan tamaşa edəcək bu müsabiqəyə. Mən buna əminəm. Eşq olsun Azərbaycan xalqına, muğamla
aşıq sənətini yaratmağın üçün. Eşq olsun. Sağ olun. Çox sağ olun Tahir müəllim. Bir anonsu da nəzərinizə çatdırım ki, tamaşaçılar, Lider televiziyasının efirində Favorit Production təqdimatında bu yaxınlarda elə birbaşa solo saz ifasının müsabiqəsi başlayacaqdır. Gözləyin, çox az qalıbdır. Anonslardan özünüz görəcəksiniz və bu an olan səs faizləri. Gəlin baxaq görək, həftə ərzində hansı iştirakçımıza daha çox səs gəlibdir. Belə ki, 53,36 səs faizi ilə Eltac İbrahimov öndədir, alqışlayırıq Eltacı. 46,64 səs faizi ilə Gülarə Əvəzxan qızı biraz geridədir. Səs göndərin, aktiv olun. Vüqar müəllim, siz dinləyək. Çox sağ olun, axşamınız xeyir olsun. Hörmətli televiziya tamaşaçıları, iştirakçılar, ansamblının iştirakçıları. Hamınızı salamlayıram və həm də bugün bir xoş gündür ki, Şirvanın böyük sənətkarı, yaxşı sənətkarı, gözəl insan Əvəzxan Xankiyev burada iştirak edir. Fəxri qonağımızdır. Xoş gəlmişsiniz Əvəzxan əmir. Alqışlayalım Əvəzxan əmir. Və bir nüans da qeyd edelim ki, Gülarə xanım Əvəzxan Xankiyevin evladıdır. Yəni bir Gülarə, sən heç həyəcanlanıb eləmə, bilirəm ata-bala münasibəti ayrıdır. Orada artıq sən iştirakçısan, öz gücü göstərməlisən. Və bizim Eltac balamız Zərdabdan gəlib, Zərdab ansamblı, eşq olsun sizə, siz də xoş gəlmişsiniz. Və mən elə gəlir ki, bugün yarışma daha maraqlı olacaq və bugün biraz biz keçəcəyik, Tahir müəllim. Ona görə ki, havalar yenə seçim elə olub ki, gözəlləmə üstə qurulub, ordu-badı üstə qurulub. Amma bundan sonra fikrimiz qətidir və qərarımız belədir ki, mütləq klassik aşıq havalarına müraciət olunacaq. Eyni zamanda bəstəkarların aşıq ruhunda yazdığı havalara müraciət olunacaq. Təkcə bu, yəni aşıq müsabiqəsi deyil. Bir dəfəli bunu dərk edirəm. Bu milli səs müsabiqəsidir. Yəni milli ruhda olan havaların olduğu kimi, yəni təqdim olunması bir mərasimdir ki, biz bunu icra edirik və iştirakçılardan da bir gözəl, yəni bir acizanə xahişim var ki, artıq bundan belə, yəni bu heç. Yəni bunu inşallah görəcək, möhtəşəm olacaq. Mən buna inanıram, əminliklə inanıram. Bundan belə, yəni o daha da ağır havalara, samballı havalara müraciət eləyək. Bir daha hamınızı salamlayıram, tamaşaçıları belə, dinləyiciləri belə. Bir daha Əvəzxan Xankiyevə xoş gəldin deyirəm. Çox sağ olun, alqışlayırıq Vüqar müəllimi. Mən üzr istəyirəm, bayaq mənim yanımda oturubdu. Mən o sözə başım qarışdı. Mən xüsusi deməliyəm ki, bu Əvəzxan müəllim burada olmağı ümumiyyətlə bizim bu müsabiqəyə bir yaraşıq gətirir. Vaxtında mən Əvəzxan müəllimlə bir vaxtı yaradıcılığına, yəni ki, onun neçə oxuduğu əsərləri lincə keçmişik və doğrudan da Əvəzxan müəllim burada yanımda əyləşmək mənim çox qürur hissi gətirir. Salamlayıram. Çox sağ olun Tahir müəllim və Əvəzxan Xankiyev, Əvəzxan müəllim, xoş gəlmişsiniz. Sizi də qısaca olsa dinləyək, fəxri qonaq kimi qısaca. Buyurun. Axşamınız xeyir, hamınızı xoş gördük. Alqışlayıram bütün iştirakçıları. Dəyərli münsif və heyətini alqışlayıram. Mən nə deyim, xalqın gözü tərəzidir. Kimə məsləhət bilirlər, onu da səs versinlər. Çox sağ olun, alqışlayırıq bir daha dəyərli münsiflər heyətimizi və iştirakçılara. Gülarə xanım, xoş gəlmişsiniz. Necə hazırlaşmışsınız? Buyurun. Mənə elə gəlir gözəl. Çox gözəl. Təki gözəl olsun, biz də istəyərdik ki, gözəl olsun. Sözünüz varsa hər hansı. Sözüm var. Buyurun. Müsibət Elfini salamlayıram. Burada əyləşən qonaqlarımızı salamlayıram. Zərdabdan gələn qonaqlarımızı salamlayıram. Uğurlar arzulayıram. Mən bir daha öz xalqımdan, sənəti sevənlərdən səs istəyirəm. Şamaxıdan səs istəyirəm, Mərəzidən səs istəyirəm, Şıxzərli kəndimdən səs istəyirəm, Qobustandan səs istəyirəm, Cəbraylılarımdan səs istəyirəm. Eşq olsun, alqışlayırıq Gülarə xanımı. Eltac, səni də qısaca olsa dinləyək, xoş gəlmişsən. Çox sağ olun, axşamınız xeyir olsun. Mən də çox hörmətli münsiflərimizi salamlayıram və televiziya qarşısında əyləşən bütün tamaşaçıları salamlayıram. Zərdab rayonunu təmsil edirəm. Zərdab rayon rəhbərliyi başda olmaqla bütün Zərdablılardan, xüsusilə də doğmaca Çallı kəndindən
dəstək gözləyirəm. Bütün Zərdabın kəndlərindən dəstək gözləyirəm. Oldu, alqışlayırıq Eltacı da və əziz tamaşaçılar, ifalara keçirik və artıq səs faizləri də dəyişib. Eltac İbrahimov 52,65 səs faizinə malikdir. 47,35 səs faizi Gülarə Əvəzxan qızdadır. Gülarə xanım, sizdən başlayırıq. Buyurun, ifanız nə olacaqdır? İfam olacaq, Aşıq Abbasın Şirvan şikəstəsi olacaq. Öncə bir musiqi olacaq, ondan sonra gələcək. Bir Buyurun. Şirvan şikəstəsi. Buyurun, alqışlayırıq Gülarə xanımı. Seyre çıkanlar seni Deyirəm səhər, səhər seyre çıkanlar seni Az elə gel, elə get yolun ciməz Neyley, neyley, neyley adədinə
Eşq olsun, eşq olsun. Təşəkkürlər Gülarə xanım, çox gözəl ifa etdi. Xüsusən də ansambl çox gözəldir. İnanıram ki, digər ansambl da gözəldir. Amma musiqiçilərdən söz düşmüşkən bir nəfəri xüsusilə qeyd etməliyəm. Deyişmə 4 aşıq müsabiqəsinin qalibi Elşən Təkrəli bugün bizimlə birlikdədir. Alqışlayırıq, salamlayırıq Elşən, xoş gəlmişsən və hal-hazırda olan səs faizləri 50,21 səs faizi Eltac İbrahimov, 49,79 səs faizi ilə Gülarə Əvəzxan qızı hələ ki mübarizə aparırlar. Eltac və əziz tamaşaçılar, bir səs üçün göndərəcəyiniz SMS-in qiyməti cəmi 30 qəpikdir. Odur ki, aktiv olun. Eltac, sənə müraciət edirik. Sənin ifan nə olacaqdır? Aşıq Şakirdən oxuyacağım mən də Muğanlı qız. Buyur, alqışlayırıq Eltacı. Ayaza dönükəmin bəxtəvər qızı, Ayaza dönükəmin bəxtəvər qızı, Muğanlı qız Şirvana gəl Şirvana, Ay qəşəng qız Şirvana gəl Şirvana. Göylərin günəşi ayı ulduzu, Göylərin günəşi ayı ulduzu, Muğanlı qız Şirvana gəl Şirvana, Ay qəşəng qız Şirvana gəl Şirvana, Ay gözəl Şirvana gəl Şirvana. Sən Muğanlı mən Zərdağlı balası, Sən Muğanlı mən Şirvanlı balası, Şirvan olub bax qızılın yuvası, Şirvan olub bax qızılın yuvası, Sən olmusan pambığın ustası, Sən olmusan pambığın ustası, Ay gözəl qız Şirvana gəl Şirvana, Muğanlı qız Şirvana gəl Şirvana, Ay gözəl qız Şirvana gəl Şirvana. Vətən sənin torpağının qüdrətinə qurban olum. Vətən sənin torpağının qüdrətinə qurban olum. Koroğlunun Babəkinin qeyrətinə qurban olum. Dəfinəm var dənizində, Dəfinəm var dənizində, hər dağında, hər düzündə, nəyin yoxdur yer üzündə, sərvətinə qurban olum, vətən sənin torpağının qüdrətinə qurban olum. Yaz arzulu, yaz diləkli, düz çörəkli, Rasim deyər dağ ürəkli, millətinə qurban olum, vətən sənin.
torpağının qüdrətinə qurban olum. Axacan, xub yaraşır nazlı yara, al üstündən geysə xara, əsli göyçək olanlara, əsli göyçək olanlara. Alda bir nişanda birdi, alda bir nişanda birdi, alda bir nişanda birdi. Yar meylini yara salsa, üstünü tez könlüm alsa, dost süfrəsi açıq olsa, dost süfrəsi açıq olsa. Ay bay 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 bay, balda birdi, şorda birdi, şorda birdi, balda birdi, şorda birdi, balda birdi. Şakir bağdan bir gül dersen, gözellerde vefa görsen. Şakir bağdan bir gül dersen, Şakir bağdan bir gül dersen, gözellerde vefa görsen. Yarın sene bu seversen, yarın sene bu seversen. Vay 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 vay, sağda birdi, solda birdi, sağda birdi, solda birdi, sağda birdi, solda birdi. Solda birdi, solda birdi. Axacan. Eşq olsun, təşəkkürlər Eltac və Eltacın musiqiçilərini də alqışlayırıq. Və hal-hazırda olan səs faizləri 51,92 səs faizi ilə Eltac İbrahimov irəlidədir. 48,8 səs faizi ilə Gülarə Əvəzxan qızı. Biraz geridə əziz tamaşaçılar. Səs göndərin, aktiv olun. Biz reklam fasiləsinə ayrılırıq. Reklam fasiləsinə səs göndərin. Qorxmayın, SMS-in qiyməti cəmi 30 qəpikdir. Reklamlar. Bir daha axşamınız xeyir olsun əziz tamaşaçılar. Lider televiziyasının efirində Favorit Production'ın təqdimatında ilin milli səsini seçirik. Və bugün ilin milli səsi uğrunda iki iştirakçımız Gülarə Əvəzxan qızı və Eltac İbrahimov mübarizə aparırlar. Alqışlayırıq hər iki iştirakçımızı və hal-hazırda olan səs faizləri 50,94 səs faizi ilə Eltac İbrahimov öndədir. 49,6 səs faizi ilə Gülarə Əvəzxan qızı. Biraz geridə dərs tamaşaçıları aktiv olun, səs göndərin. 50 səs üçün Gülarə Əvəzxan qızıya 93-102, 100 səs üçün 93-106-ya boş SMS göndərməyiniz kifayətdir. Eltac İbrahimov üçün 50 səs 93-103, 100 səs 93-107. Nəzərə alın ki, cəmi 30 qəpik xərcləməklə siz hansısa bir iştirakçının qalibiyyətində önəmli rol oynaya bilərsiniz. Çünki bir SMS-in qiyməti 30 qəpikdir. İndi isə ifalara keçirik. Gülarə xanım, növbə sizindir. Buyurun, müraciətiniz varsa edin. Müraciətim odur ki, Aşirvanlılar, biraz ayağa qalxın. Məni yaxşı-yaxşı eşidin. Mənə səs göndərin, məni burada qoymayın qalım. Ucarlardan səs istəyirəm, Rövşən qardaşımdan səs istəyirəm, Səlyanlardan səs istəyirəm, Sabirabaddan səs istəyirəm, Azərbaycan xalqımdan səs istəyirəm. İfanız nə olacaq Gülarə xanım? Ana külüm. Buyurun, alqışlayırıq Gülarə xanımı və ifasını dinləyirik.
Nəğmə deyən şirin şirin, ay mənim ana külüm. Nəğmə deyən şirin şirin, ay mənim ana külüm. Bəzəysən sən bu yeri, ay mənim ana külüm. Bəzəysən sən bu yeri, ay mənim ana külüm. Ay mənim ana külüm, qurbanam sana külüm. Can can ana külüm, qurbanam sana külüm. Gül Bakıya vaxtı gəldi, sevilməyin vaxtı gəldi. Gül Bakıya vaxtı gəldi, sevilməyin vaxtı gəldi. Bu günlər vaxtı gəldi. Bu günlər vaxtı gəldi. Ay mənim ana külüm, qurbanam sana külüm. Can can ana külüm, qurbanam sana külüm. Sən fənahın ürəysən, arzusan biləysən. Sən fənahın ürəysən, arzusan biləysən. Sürməyən, sürməyən ürəysən. Ay mənim ana külüm, qurbanam sana külüm. Ay mənim ana külüm, qurbanam sana külüm. Can can ana külüm, qurbanam sana külüm. Mənim ana külüm, qurbanam sana külüm. Sənin həsrətinə, sənin dərdinə, çöllərə düşmüşəm, xəbərin varmı? Çıxa bilməyirəm el arasına, dillərə düşmüşəm, xəbərin varmı? Sənin həsrətinə, sənin dərdinə, çöllərə düşmüşəm, xəbərin varmı? Çıxa bilməyirəm el arasına, dillərə düşmüşəm, xəbərin varmı? Sən gedəli bir il oldu sevgili, saraldı ürəyim soldu sevgili. Axı bizə nə oldu sevgili, yollara düşmüşəm, xəbərin varmı? Sən gedəli bir il oldu sevgili, saraldı ürəyim soldu sevgili. Axı bizə nə oldu sevgili, yollara düşmüşəm, xəbərin varmı? Çöllərə düşmüşəm, xəbərin varmı? Yollara düşmüşəm, xəbərin varmı? Çöllərə düşmüşəm, xəbərin varmı? Təşəkkürlər Gülərə Əvəzxan qızı alqışlayırıq, daha gürültü alqışlarla alqışlayırıq və hal-hazırda olan səs faizləri deməli tamaşaçılar da alqışlayır Gülərə xanımı. Çünki 51,48 səs faizi ilə yenə də işte 52,3 səs faizi ilə Gülərə Əvəzxan qızı öndə də alqışlayırıq. Eltac İbrahimovda isə 47,97 səs faizi var. Eltac, sənin ifan nə olacaq? Yenə də bütün Azərbaycan xalqından dəstək gözləyirəm. O cümlədən Ucar rayonundan, xüsusilə Namiq Həsənovla, Dost Məmməd müəllimlə və onun qardaşlarından, Şahin müəllimlə, Atəş müəllimlə və onun komandasından dəstək gözləyirəm. İfan nə olacaq? İfam orta sarı tel. Buyur, alqışlayırıq Eltacı.
eyvandan bu eyvana, o eyvandan bu eyvana. Ne bakırsan yana yana, ne bakırsan yana yana. Kız beni saldın ofsuna, kız beni saldın ofsuna. Senden ayrıla bilmirəm, yardan ayrıla bilmirəm. Senden ayrıla bilmirəm, yardan ayrıla bilmirəm. Hele bakma yetim yetim, hele bakma yetim yetim. Ayağında ölüm yetim, ayağında ölüm yetim. Ayşeliyim saadetim, Ayşeliyim saadetim. Senden ayrıla bilmirəm, yardan ayrıla bilmirəm. Senden ayrıla bilmirəm, yardan ayrıla bilmirəm. Fəxr eyləmə, ey bülbül şeyda, çəmənim var. Fəxr eyləmə, ey bülbül şeyda, çəmənim var. Qoy fəxr eləyim mən ki gözəl bir vətənim var. Ey. Namərdəmə Ay namərdəmə gəl, hurey qılmana dəyişsəm. Gülzar çəməndə bu gözəllər ki mənim var. Vahid, Vahid mənə təklif eləmə özgə nicarı. Öz sevgilim, öz dilbərim, öz nazik bədənim var. Əman əman, bedad əman, əman, əman. Yenə tavus kimisən, nə gözəl bəzəmisən. Yenə tavus kimisən, nə gözəl bəzəmisən. Geyib bax köynəyini, örtüb ağır pəyini. Geyib bax köynəyini, örtüb ağır pəyini. Lalə sən süslənmisən, nə qəşəng bəzənmisən. Lalə sən süslənmisən, ah nə qəşəng bəzənmisən. Nə gözəl bəzənmisən. Aşıqəm ay yüzünə, pelini yay yüzünə. Aşıqəm ay yüzünə, pelini yay yüzünə. Dolaşıb diyar diyar, ayala gözlüm can. Dolaşıb diyar diyar, ayala gözlüm can. Yenə tavus kimisən, nə gözəl bəzənmisən. Lalə sən süslənmisən, nə qəşəng bəzənmisən. Ah nə gözəl bəzənmisən. İçi beşkin camını heyran ettin hamına. İçi beşkin camını heyran ettin hamına. Yeni aşık fənahın artırıb ilhamını. Yeni aşık fənahın artırıb ilhamını. Lalə sən süslənmisən, nə qəşəng bəzənmisən. Ah nə gözəl bəzənmisən. Lalə sən süslənmisən, nə qəşəng bəzənmisən. Ah nə gözəl bəzənmisən. Lalə sən süslənmisən, nə qəşəng bəzənmisən. Ah nə gözəl bəzənmisən. Lalə sən süslənmisən, nə qəşəng bəzənmisən. Ah nə gözəl bəzənmisən. Eşq olsun. Teşekkürler Eltac İbrahimov ve hal-hazırda olan səs faizləri 50,25 səs faizi ilə Eltac İbrahimov öndə dalqışlayırıq Eltacım. Gülarə Vəzxan qızı da 49,75 səs faiz var. Artıq hər iki iştirakçıdan 2 mahnı dinlədik və mənə belə gəlir ki, münsiflər, dəyərli münsifləri dinləməyin əsl zamanıdır. Vüqar müəllim, sizdən başlayaq.
Çox sağ olun. Mən təbii ki, Gülərə xanımdan başlayacağam. Gülərə uca dağlar, yəni o da milli ruhda olan, yəni aşıq ruhunda olan bir havadır. Yəni çox maraqlı bir xalq mahnısıdır, amma içində bir aşıq ruhu var da və çox yaxşı idi. Amma Şirvan şikəstəsi haqqında mən heç nə deyəməyəcəm, bilirsən niyə deyəməyəcəm. Çünki Azərbaycanda bu hörmətli tamaşaçılar da bilsin ki, Şirvan şikəstəsini Aşıq Şakirdən sonra Allah rəhmət eləsin böyük sənətkarımıza və onun oğlu Məmməd Ağa burada iştirak edir. Onu da salamlayırıq. Yəni mən tam səmimi deyirəm, nəinki efirdə hər yerdə demişəm. Yəni Şirvan şikəstəsinin bəlkə də bundan sonra gələcək deyən verəm, başqa şikəstələr yox. Birbaşa Şirvan şikəstəsinin Əvəzxan xan Kiyev kimi oxuyan olmayıb. Yəni bu, mən bunu tam səmimi deyirəm və o haqda yağın ki, bilmirəm, ata iradə olacaq, ustad iradə olacaq və tərif olacaq, o təbii ki, şilləsi olacaq, ustad şilləsi olacaq, o səndir. Çox yaxşı, çox gözəl bəyənilsin, yəni ürək var, əsas o da həyəcan yoxdur. Bir də mən sizə bir fikrimi çatdırım, əsas musiqidə odur ki, fikri lakanik çatdırasan, yəni qısa konkret. Yəni havanı yəni bu milli səsdə bizim fikrimiz odur ki, havanı bir havanı oxuyun. Yəni yenə deyirəm, yenə təkrar edirəm, toyxana variantına keçməyəyin. Yəni muğam olar. Bir havanın içərisində bir havanı oxuyağın, yəni tapşırması deyirlər də, o aşıq dilində tapşırmaya qədər. Tapşırmadan qabaq bir ağız, yəni el dilindən, ustadlar dilindən desə bir kəlmə, bir ağız muğam eləmək olar. Çünki muğam müsabiqəsi deyil. Bir balaca olar, yəni o gül qatmaq üçün, şirini qatmaq üçün yenə. Sonra ana kürüm oxudun, yəni çox yaxşı idi. Allah rəhmət eləsin Aşıq Pənaha və mən bu havanı bir dəfə böyük sənətkarımız Məmməd Ağanın ifasında bir lent yazısında eşitdim və o hava hidayəti havası deyirdilər, yəni aşıq havasıdır. Təbii ki, o havanın özündə də bir ana kürümlə məşhurlaşıb hava, yəni hidayəti havası kimi məşhurlaşmayıb, amma ana kürüm Allah Ustad Pənaha rəhmət eləsin. Təbii ki, musiqi də, söz də Aşıq Pənahında, amma o axırda oxuduğun bilmədim nə idi? Ola bilsin ki, o həyəcandan rəl gəlir, o da olar, onda güzəşt eləmək olar. Bilirsən niyə görə güzəşt eləyirik də? Asaqalı buradadır, qayda mümkündür. Yəni elə eləyək ki, gələn dəfə bu səhvi çox xahiş edirəm. Yəni hamımız bir-birimizi düzgün başa düşün. İltac, yəni bir şeydə nəzərinizə çatdırım ki, Eltaz yəni savad, yəni təhsil görməyən bir musiqicidir. Yəni heç bir musiqi məktəbini, heç bir ali məktəbi bitirməyib. Yəni oradan gəlib bunu yəni bu dərəcəni göstərmək mənim üçün biraz qənaət baxışdır. Yəni ilk növbədə musiqidə təhsil vacibdir. Yəni yoxdur. Amma o yoxdan var olmaq, yəni bu yaxşıdır. Mən bəyənirəm. Bütün Zərdablıları salamlayıram. Sizin ansamblı salamlayıram. Həm də sən bizim qonağımız sayılırsan. Yəni yaxşı oxudun. Yəni gözlədiyimdən artıq oxudun. Mən səni təbrik edirəm. Hər güzü təbrik edirəm, alqışlayıram, uğurlar arzulayıram. Yeni nailiyyətlər sizə. Çox sağ olun, alqışlayırıq Vüqar Mahmudoğlu'na. Hal-hazırda səs faizləri dəyişib. 52,34 səs faizi ilə Eltac İbrahimov öndədir. Alqışlayırıq Eltacı. Gülarə Əvəzxan qızda 47,66 səs faizi var və Tahir müəllimi dinləyirik. Bəli, deməli, maraqlı çıxışlar oldu. Birinci mən də başlamaq istəyirəm Gülarədən. Mən bir dəfə bu müsabiqə başlayanda demişəm bu sözü, yenə də təsdiq edim ki, o dil kök üstə bitər. Sözsüz ki, sənətkarın yanında olmaq, ondan dərs almaq, o sözsüz ki, böyük bir nimətdir. Amma burada söhbət nədən gedir ki, siz burada bu günləri əhval-ruhiyyə yaxşı idi. Yəni, oxuduğunuz o əsərləri siz ürəklə, yəni hamısını, bax bir dənə mənim orada bir-iki dənə məsləhətlərim var. İndi onu nə qədər siz qəbul eləsəz ola bilsin ki, o xalq mahnısı əlbəttə ki, xalq mahnısı, aşıq musiqisi, bunlar hamısı xalqındır, millidir. Bu sözsüz ki, burada bir qəbahət yoxdur. Və amma o ki, Şirvan şikəstəsində bir o muğam yeri var, o manəndi müxalifə ki qalxırsan, sonra seygaha enmək lazımdır. Bilsən, elə bil ki, o manəndi müxalif göydə qaldı, risk düşsün seygaha. Yəni, mən bilmirəm nə qədər o, bəlkə belə lazımdır, amma hər halda o seygaha, ümumiyyətlə, müzəsin seygahında həməşə ayaq edirlər də, müxalifdən çıxırsa, o qəşəng çıxır. Yəni, orada ola bilsin ki, musiqiçi eləyərdi onu,
Yəni göydə qalmasın. Bir də ki, məsləhət görəmsən, sən maşallah qaltanlı səsin var, yaxşı ürəyin var, amma bəmilərdən elə bil ki, biraz biganəsən. Bəmilərdə elə belə xala-xətrin qalmasını deyirsən. Əksinə, bəmilərdə işləmək lazımdır. Bəm, bilirsən, sütun deməkdir də. Yəni, hər bir əsərin sütunu bəmdir. Bəmdən qorxma. Bəmdə ayaqları eləyəndə biraz tələsik eləmə, atma, samballı olsun. Və üçüncüsü, həmkarım bir sözdür ki, çox gözəl, repertuara biz biraz həssas olmalıyıq. Mən, valla o axırıncı mahnını mən bilmirəm, onu sən elan eləmədin, o nədir? Yəni, biz diqqətli olmalıyıq biraz, bilirsin, zövq məsələsi var. Biraz ayrı bir abu-hava gəldi, nəsə o mahnıdan. Onun o keyfiyyəti mən nəsə diksindirdi bizi. Bilirsiniz, yəni çalışın, biraz o seçimdə biraz zövqlə yanaşın. Yəni, Şirvan şikəstəsi ilə o birisi tutmur. Açıq deyim də. Bir də ki, bu cavan oğlan, bir gün doğrudan mən sevinirəm ki, deməli, Eltac bu gün həmişə oxuduğundan qaz-qaz yaxşı oxudu. Bu gün qonaq deyir, bu gün ev sahibidir. Və onun oxuduğu mahnılar, bax mən bunu dedim Eltac, sənin səsin maşallah var, sən hətta muğamı da səliqə ilə oxuyursan, mən deyərdim. Belə qüsurlar hiss edirəm, amma yəni, bax, budur qardaş, sən bundan sonra biraz da bundan artıq, yəni o səhnəni hiss elə, yarat, qorxma. Və xüsusi mən təbrik edirəm bütün buradakı musiqiçiləri, eşq olsun sizə, bu gözəl müşahidə görə. Təşəkkürlər, dəyərli münsiflər heyətini bir daha alqışlayırıq və hal-hazırda olan səs faizləri artıq kəskin dəyişmələr baş verir. Eltac İbrahimov 54,58 səs faizi ilə öndədir, alqışlayırıq Eltacı. 45,42 səs faizi ilə Gülarə Əvəzxan qızı geridədir. Əziz tamaşaçılar, verilişimizin sonlarına doğru gedirik. Aktiv olun, səs göndərin. Bir daha SMS nömrələrini sizin nəzərinizə çatdıram. Gülarə Əvəzxan qızı səs göndərmək üçün, bir səs üçün 93 227 50 səs üçün 93 102-yə, 100 səs üçün 93 106-ya boş SMS göndərməyiniz kifayətdir. Eltac İbrahimov üçün bir səs 93 228 50 səs 93 103, 100 səs 93 107 boş SMS göndərməyiniz kifayətdir və bir səsin qiyməti cəmi 30 qəpikdir. Yəni bir səs göndərməklə, 30 qəpik xərcləməklə hər hansısa bir iştirakçıya dəstək ola bilərsiniz. Alqışlayırıq hər iki iştirakçımızı, əziz tamaşaçılar. Həmçinin bu gözəl ifaları, münsiflərimizin dəyərli məsləhətlərini ümumiyyətcə bizim verilişimizə baxıb və ya baxmamazdan asılı olmayaraq bütün bu maraqlı məqamları bizim saytlardan izləyə bilərsiniz. 3w.favorit-tv.com və ya 3w.favorittv.az saytlarına daxil olaraq orada Favorit Production'ın təqdim etdiyi bütün verilişlərin videolarını izləyə bilərsiniz. Alqışlayırıq Favorit Production'ı və ifalara keçid alaq. Gülarə xanım, buyurun sizi dinləyək. Bir daha Azərbaycan xalqından səs istəyirəm. Şamaxıllarımdan səs istəyirəm, qohum ağrəbəmdən səs istəyirəm. İfanız nə olacaq? Nə bağ bildi, nə bağban. Buyurun, alqışlayırıq Gülarə xanımı. Səhər səhər bağa gedir, səhər səhər bağa gedir. Nə bağ bildi, nə də bağayan, nə bağ bildi, nə də bağayan, nə bağ bildi, nə də bağayan. Saf
köydək Olum sənə heyran aysar köydək Mələksən çıxmısan cənər bağına Mələksən çıxmısan cənər bağına Heç kim olmaz sənə Kaysar köydək Özüm sənə qurban aysar köydək Balam balam ay bala Ceylan balam ay bala Balam balam ay bala Ceylan balam ay bala Balam balam ay bala Ceylan balam ay bala Yusuf balam ay bala Dedim bu bağa gel geldi, dedim bu bağa gel geldi. Çiçekleri taze terdi, çiçekleri taze terdi. Yanıma musla verdi, yanıma musla verdi. Ne bağlı dilerde bak bak, ne bağlı dilerde bak bak. Ne bak bildi ya, yine de bak bana. Təşəkkürlər Gülarə Əvəzxan qızıya və hal-hazırda olan səs faizləri 50,18 səs faizi ilə Eltac İbrahimov öndə alqışlayırıq Eltacı. Gülarə Əvəzxan qızıya da alqışlarımızla və SMS-lərimizlə dəstək oluruq. 49,82 səs faizi var və Eltac səni dinləyək. Bir daha dəstək olan insanların hər birinə təşəkkürümü bildirirəm. Xüsusilə yenə də Zərdab rayonundan, rəhbərlikdən dəstək gözləyirəm. Oqtay müəllim başda olmaqla bütün Azərsellilərdən. Mənə Rusiyadan dəstək olanlar var. Davud Mustafayev və Kamal Əmiyə Zərdablıdır. Onların hər birinə öz minnətdarlığımı bildirirəm. Oxuyacağım mahnıda köhnə aşıq havası, dəymə-dəymə mahnısı. Təşəkkürlər Eltac, amma bu anda səs faizləri dəyişibdir. 52,77 səs faizi ilə Gülarə Əvəzxan qızı önə keçibdir. Alqışlayırıq. 47,23 səs faizi ilə Eltac İbrahimov. Geridə də ifasını dinləyək və hər iki iştirakçımıza səs göndərək. Bir gözələ vuruldum, dedim ona dəymə, dəymə. Bir gözələ vuruldum, dedim ona dəymə, dəymə. Həsrətindən qovruldum, yandı canım yara dəymə. Həsrətindən qovruldum, yandı canım yara dəymə. Dedimin safa gələr, xanım ona dəymə, dəymə. Dedimin safa gələr, xanım ona dəymə, dəymə. Gözləməkdən yoruldum, yandı canım yara dəymə. Gözləməkdən yoruldum, yandı canım yara dəymə. Dəymə, 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 dedim ona dəymə, dəymə. Dəymə, 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 dedim ona dəymə, dəymə. Gözləməkdən yoruldum, yandı canım yara dəymə.
Eşq olsun, təşəkkürlər Eltac və hal-hazırda olan səs faizləri 52,55 səs faizi ilə Gülarə Əvəzxan qızı öndə də alqışlayırıq. 47,45 səs faizi ilə Eltac İbrahimov. Biraz geride də tamaşaçılar, səs göndərin, dəstək olan bizim iştirakçılara. Verilişimizin sonlarına doğru gedirik. Məğlub olan iştirakçı milli səs layihəsini tərk edir. Qalib olan iştirakçımız isə yoluna davam edir. Mənə belə gəlir ki, biraz da ifaları dinləməyə dəyər. Gülarə xanım, sizi dinləyək. Mən gözəl tamaşaçılardan səs istəyirəm. Mətləb qardaşımdan, Şamaxıdan səs istəyirəm. Abbas qardaşdan səs istəyirəm. Məhərrəm qardaşdan səs istəyirəm. Adil Rəssam qardaşımdan səs istəyirəm. Cəbrayıllardan bir daha səs istəyirəm. Şamaxılılar, Şıxzərlilər, Qobustanlılar, sizdən səs istəyirəm. Məni qoymayın burada qalım, eşq olsun. Mənə belə gəlir ki, Gülarə xanım yetərincə səs istədi və həmin adları çəkilən insanlar və bölgələr Gülarə xanıma səs göndərsinlər, biz isə reklamlara ayrılırıq. Reklamlardan sonra birbaşa Gülarə xanımın ifasını işləyəcəyik. Reklamlar. Sinəsi köynəyə tökülənlər, silsən öldürənlər, silməsən öləm ayağımı, ayağımı. Bana girdim aylar için, nar derdim ay dostlar yar için. Yarı vefası çıkıp, yarı vefası çıkıp, heypim geldi nar için sevgilim sen maral kimi, susma içimden öyle. Halgama çıtlat hele, halgama çıtlat hele. Üzme kimden öyle, sizme kimden öyle, üzme kimden öyle, sizme kimden öyle. Balon gezer hasta hasta, gelir gene çeşme ister. Dergüller sinem üstte, dergüller sinem üstte. Ay vay vay, üzme kimden öyle, üzme kimden öyle. Ayah geldi can öyle, üzme kimden öyle. Ayah geldi can öyle, üzme kimden öyle.
Eşq olsun. Teşekkürler. Ve hal-hazırda olan ses faizi Gülarə Əvəzxan qızı 52,22 səs faizi ilə öndədir, alqışlayırıq. 47,78 səs faizi ilə Eltaç İbrahimov biraz geridə əziz tamaşaçılar. Aktiv olun, son anlardır və unutmayın ki, bir səsin qiyməti cəmi 30 qəpikdir. Aktiv olun, son anlardır. Eltaç, səni dinləyək. Bir daha bütöv Azərbaycan xalqından, məni tanıyan dostlarımdan, tanışlarım, yaxınların hər birindən dəstək gözləyirəm. Şirvan şəhərindən, Uca rayonumuzdan, Qəbələdən, İsmaillidən və çox ana vətənimiz, Zərdabımızdan dəstək gözləyirəm. Oxuyacağım mahnı da Aşıq Sayağı, Aşıq Nəfəsli Zərdabın mahnısı olacaq. Bizim mərhum sənətkarımız, el xanəndəmiz var. Aşıq Muxtar əminin mahnısıdır, sözləri də onundur. Gəlsin xaşım. Alqışlayırıq Eltacı. Arif olanın sevgili cananı vətəndir. Arif olanın sevgili cananı vətəndir. Həm namusu, həm qeyrəti vicdanı vətəndir. Hər kəs vətəni sevməsə insan deyil əsla. İnsan olanın cismi də həm canı vətəndir. Hər kəs soruşar gəl mənim ünvanımı sizdən. O şəxsə deyin O şəxsə deyin mailin ünvanı vətəndir. Ay canım, Zərdabım, 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 gözəl Zərdabım. Zərdabım, 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 dolma Zərdabım. Təbiət nə gözəl yaratmış səni, mən heyran olmuşam sənə Zərdabım. Təbiət nə gözəl yaratmış səni, mən heyran olmuşam sənə Zərdabım. Ana tək qoynumdan bəslədin məni, sənə minnətdaram sənə Zərdabım. Ana tək qoynumdan bəslədin məni, sənə minnətdaram sənə Zərdabım. Zərdabım, 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 gözəl Zərdabım. Zərdabım, 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 doğma Zərdabım. Səndə Zərdabinin ayaq izi var, neçə nəğməkar sənə sözü var. Səndə Zərdabinin ayaq izi var,
O cavan muhtarın, o gözəl ustadın səndə gözü var. Demişəm deyirəm yenə Zərdabım. O cavan muhtarın, o gözəl ustadın səndə gözü var. Demişəm deyirəm yenə Zərdabım. Hey Zərdabım, 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 gözəl Zərdabım. Zərdabım, 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 doğma Zərdabım. Ey əziz, ey gözəl, mehriban diyar, qulun qıza hər an olsun bəxtiyar. Ey əziz, ey gözəl, mehriban diyar, qulun qızan hər an olsun bəxtiyar. Nə yaxşı səndə var gözəl insanlar, onlar mayardılar sənə Zərdabım. Nə yaxşı səndə var gözəl insanlar, onlar da yardılar sənə Zərdabım. Ey Zərdabım, 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 gözəl Zərdabım. Zərdabım, 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 doğma Zərdabım. Səndə Zərdabinin ayaq izi var, neçə nəğməkarın sənə sözü var. Səndə Zərdabinin ayaq izi var, neçə nəğməkarın sənə sözü var. O cavan muhtarın, o gözəl ustadın səndə gözü var. Demişəm deyirəm yenə Zərdabım. O cavan muhtarın, o gözəl ustadın səndə gözü var. Demişəm deyirəm yenə Zərdabım. Hey Zərdabım, 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 gözəl Zərdabım. Zərdabım, 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 doğma Zərdabım. Zərdabım, 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 gözəl Zərdabım. Zərdabım, 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 doğma Zərdabım. Eşq olsun. Alqışlayırıq hər iki iştirakçımızı. Alqışlayırıq hər iki musiqiçi dəstəsini, hər iki ansamblı. Hal-hazırda olan səs faizləri 50,93 səs faizi ilə Gülarə Əvəzxan qızı öndədir. 49,7 səs faizi ilə Eltaç İbrahimov biraz geridədir. Demək olar ki, bərabərdir. Son dəqiqələrdə aktiv olun. Hər bir səs həll edici ola bilər. Nəzərinizə çatdırım ki, bir səsin qiyməti cəmi 30 qəpikdir və dəyərli münsifləri qısaca da olsa dinləyək. Vaxtımız çox azdır. Vüqar müəllim, sizdən başlayaq. Tahir müəllim yekunlaşdıraq. Buyurun. Çox sağ olun. Hər ikisinə uğurlar arzulayıram. Yaxşı, Gülərə, yəni ilk havan desən, nə bağ bildi, nə də bağ var. Yəni bu havanın adı Zil Şəşəngidir. Mən bir Yunansı qeyd edeyim burada. Yəni biz hamımız el oxumuşuq. Bağın bərəsindən açdım. Yəni ənlə bəri belə eşitmişəm. Amma bağın barısındandır. Bilirsiniz ki, barı çəpər deməkdir. Yəni hasar deməkdir. Yəni o qərb tərəfdən olduğuna görə bizim gözəl şairimiz, Allah rəhmət eləsin. Yəni bağın bərəsi olmaz, bağın barısı olar. Yəni biz hamımız yəni belə eşitmişik. Yəni o yəni səhv deyil, amma ümumi bir anlaşılmamazlıqdır. Bunu demək istəyirəm. Sonra arxasından Orta Şəşəngi oxusun, Sarı Köynək və yenə qayıtdın Zil Şəşəngiyə ayaq verdin. Yəni yedəkləməsini verdin. Bu belə də olmalıdır. Aşıq havaları belə oxunub ayaq verilməlidir. Təbrik eləyirəm. Yaxşı, son çıxışın yüksək səviyyədə. Doğrudan xoşuma gəldi. İndi belədən xoşuma gəlməsə demirəm. Yaxşıdır. Eltaç, sən də yaxşı. Sən bir gözəl müsbət cəhətin odur ki, havaları yəni doğrudan da çatdırırsan. Yəni bir balaca muğam oxudun, arxasından bütün havanı, amma bir havada axırda tapşırmadan sonra ikinci dəfə havanı oxumazlar. Yəni veriliş, yəni layihədə. Yəni irad deyil, yəni tövsiyəmdir ki, yəni havanı əgər bu musiqini oxuyursansa, 5 dəqiqə, 4 dəqiqə ərzində oxudun, ondan əvvəlki sözləri yəni deyib axırda bizim gözəl Allah rəhmət etsin Muxtar deyilmi şairimizə, yəni ondan da qıfıl bəndini
bağlamalıdır. Yəni yedəkləməsi ilə, tapşırması ilə, sözün tapşırması ilə bağlamalıdır. Və salam, yəni musiqiçilər hamısı yüksək səviyyədə, istər Zərdabdan gələn musiqiçilərimiz, bunlar da ki, qada oyalanlardır, hamısın, gözəl, hamısı yüksək səviyyədə. Eşq olsun sizlərə, minnətdaram. Çox sağ olun. Səs rejissorlarımıza da minnətdarlığımı bildirirəm. Təşəkkür edirəm. Onu da qeyd edim ki, siz görmürdünüz, mən buradan baxırdım. Ən azı 3 dəfə səs faizləri dəyişdi. Gah Eltacın xeyrinə, gah Gülarə Əvəzxan qızının xeyrinə və hal-hazırda olan səs faizləri 50,88 səs faizi ilə Gülarə Əvəzxan qızı öndədir, 49,12 səs faizi ilə Eltac İbrahimov geridədir. Mən birazdan stop deyəcəm, odur ki, son anlardır. Aktiv olun. Tahir müəllim, qısaca olsa siz də dinləyək, vaxtımız çox az. Qısaca mən deyərdim ki, bu günləri doğrudan da bizim milli musiqimizin mən deyərdim bayramıdır. Çünki burada müxtəlif janrlar, tutalım ki, xalq mahnıları, aşıq havaları bir-birinə qovuşur. Bu çox gözəldir. Kökümüz birdir. Yəni, bunları mən heç ayırmıram. Bunlar iki qanatdır elə bir və sözsüz ki, onlardan yananan mahnılar çox sevindirici haldır ki, bax, Gülarə doğrudan da bəlkə də sənin bu ən gözəl bu axırıncı çıxışlar, bax, çox xoşuma gəldi. Bu, misal üçün, sən oxuduğun bəyaqları, Ordu Badırdır, misal üçün, Aran gözəlləməsi, bunları çox gözəl yarattın və Eltac, valla o Zərdabi mahnı çox gözəl mahnıymış. Mən heç bilmirdim ki, yəni belə incilər var, biz bunu bilirik. Bizim xalqımızın o milli sərvətləridir. Nə yaxşı ki, onlar bu günləri səslənir və bizim o xəzinəmizə bu hava da daxil oldu, amma sənin avazından. Təbrik edirəm. Ümumiyyətlə, çox ümid verir ki, bax, bunlar çıxışlar idi. Çox sağ olun, alqışlayırıq əziz tamaşaçılar. Son dəqiqələrdə aktiv olun, səs göndərin. Biz isə reklamlara ayrılırıq, reklamlardan sonra birlikdə olacağıq. Reklamlar. Reklamlar bitti və biz yenidən ilin milli səsini seçirik. Lider televiziyasının efirində Favorit Production'ın təqdimatında əziz tamaşaçılar, verilişimizin son anlarıdır. Səs göndərin, aktiv olun. Çünki hər bir səs həlledicidir və hər bir iştirakçıya ekskluziv olaraq dəqiqə yarım vaxt ayrılır və Gülarə xanım, dərhal sizdən başlayırıq. Buyurun. Saz götürün dasan yazım üstüne, saz götürün dasan yazım üstüne. Bahar güllerine taze kendimi, güllü yanaklarım meyve bağları, ay güllü yanaklarım meyve bağları. Vay vay vay, ne güzeldi ne geçerdi kendimiz, bir yanı gül çiçeğiydi kendimiz, 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 ne güzeldi ne geçerdi kendimiz, bir yanı gül çiçeğiydi kendimiz. Təşəkkürlər. Hal-hazırda olan səs faizləri 50,42 səs faizi ilə Gülarə Əvəzxan qızı öndədir. 49,58 səs faizi Eltac İbrahimovdadır. Son anlardır, birazdan stop deyəcəm. Hələ ki, devam edir. Eltac, buyur, səni dinləyək. Yadındamı bir gəzərdim, baxsa bağı ay ceyranı, sanardım ki sən bir xanım, mən bir ağa ay ceyranım, sanardım ki sən bir xanım, mən bir ağa ay ceyranım, ceyranım ay ceyranım, küsmə məndən ay ceyranım, sən küsdən də eybi yoxdur, mən küsmərəm ay ceyranım.
alqışlayırıq hər iki iştirakçını və son müraciətlər qısa, çox qısa son müraciətlər və müraciətlərdən sonra stop deyəcəm. Buyurun, son müraciətiniz. Mənə səs göndərənlərə çox təşəkkür edirəm. Öpürəm sizləri, bağrıma basıram. Gülarə xanım müraciət etmədi, təşəkkür etdi, görək Eltac Bir daha deyəcək. dəstək olan insanların hər birinə dərin təşəkkürümü bildirirəm. Bir də gözəl Zərdabım ansamblına Mağbət müəllim, Alim qardaşımız, Ağa qardaşımız, Süleyman Yaşadoğlu, Mübariz müəllim, Elmin qardaşımız və Səyyad müəllim aparaqda. Hər birinə dərin Təşəkkür edirik, alqışlayırıq hər iki musiqiçi dəstəsini və son faizləri mən səsləndirirəm və daha sonra stop deyəcəm. Belə ki, 52,45 səs faizi ilə Eltac İbrahimov öndədir. 47,55 səs faizi Gülarə Əvəzxan qızıdadır və stop. Stop. Həftə ərzində gələn səslər və son faizlər hesablanır. Ona qədərsə mən sizin nəzərinizə çatdırım ki, digər iştirakçılarımızla gəlin alqışlayaq. Onlara səs göndərmək üçün, bir səs üçün 93 108-ə, 50 səs üçün 93 104-ə, 100 səs üçün 93 105-ə həmin iştirakçıların adını yazıb göndərməyiniz kifayət edər. Belə ki, Alim Mirzəyev, Rəşad Qaraxanoğlu, İlhamə Şəmkirli, Alxaz Kərimov, Samir Fərəczadə, Sevdəli Verdiyeva və Gilavar qrupu milli səs uğrunda öz mübarizələrini davam etdirirlər və onlara öz SMS-lərinizlə dəstək olun. Nəzərə alın ki, bir səsin qiyməti cəmi 30 qəpikdir və hal-hazırda nəticələr hesablanır. Hər iki tərəf həyəcanlıdır, münsiflərdə də həyəcanı görürəm mən. Və nəticələr hazırdır. Belə ki, bugün milli səs uğrunda aparılan mübarizədə Eltac yoxsa Gülarə? Gülarə yoxsa Eltac? Çox həyəcanlı anlardır. %26 səs faizi ilə Eltac İbrahimov qalib gəlir. Təbrik edirik Eltac. Gülarə xanım, siz də gözəl ifanızla hamının ürəyini oxşadınız. Sizə uğurlar arzulayırıq əziz tamaşaçılar. Növbəti həftənin ikinci günü axşam saat 10-un yarısında sizinlə görüşə gələcəyik. Sağ olun, salamat qalın.